İran yeni Suriya hakimiyyəti ilə əlaqələr qurmağa hazır olduğunu bəyan edib. Lakin müəyyən şərtlərə əməl ediləcəyi təqdirdə ölkənin Xarici İşlər Naziri Abbas Əraqçı iki dövlət arasında əlaqələrin yalnız Suriyanın təhlükəsizliyə zəmanət verməsi ilə mümkün olacağını bildirib. Həmçinin bunun üçün Dəməşqdə dövlət quruculuğu işlərinin yekunlaşmasını gözlədiklərini də diqqətə çatdırıb. Hazırda isə Suriya və İran arasında heç bir əlaqə yoxdur. Ümumiyyətlə Bəşər Əsəddən sonraki Dəməşq regional güc balansını əsaslı şəkildə yenidən formalaşdırıb. Belə olan halda da bölgədə İran və Rusiyanın təsir gücünü Türkiyə və İsrail əvəzləyib. Həmçinin Tehran ərazidə olan aktivlərini itirərək qüvvələrini Dəməşqdən çıxarmağa məcbur olub. Bu da ölkənin Livan və İraqdakı təsirini əhəmiyyətli dərəcədə zəiflədib. Eyni zamanda İranın özü hazırda İsrail və ABŞ-yə qarşı geniş miqyaslı müharibə təhlükəsi ilə üz-üzədir. Odur ki, indiki məqamda İrandan Suriyaya yandırılan yaşıl işıq strateji addım kimi qiymətləndirilir. İran rejimi duruş ve görüş itibariyle pek de samimi olmadığı muhakkaktır. Ahmet Eşşari yönetiminin Türkiye tarafından desteklenir olması ve yeni kurulan Suriye yönetiminde inşaat sürecinde Türkiye'den büyük destekleri görüyor olması İran'ı rahatsız etmektedir. Çünkü Türkiye'nin Suriye merkezli ve diğer alanlarda güçleniyor olması İran'ın bu coğrafyadaki kendi siyasi çıkarlarıyla çakışmaktadır. Dəməşq Tehran üçün Təl-Əvivə qarşı ön cəbhə mövqeyi daşıyır. Çünki İrandan Livandakı Hizbullaha silah və dəstək çatdırmaq üçün Suriya ərazisi vacib tranzit yoludur. Bu əlaqələrin bərpası İranın İsrailə qarşı güc balansını saxlamaq baxımından önəmlidir. Eyni zamanda Tehran Dəməşqin yenidən qurulmasında iştirak etməklə iqtisadi fayda əldə etmək istəyir. Ona görə ki, infrastruktur layihələri, enerji və nəqliyyat sahələrində investisiya imkanları İran üçün gəlir mənbəyi ola bilər. Digər bir səbəb ABŞ və ərəb ölkələrinə qarşı balans yaratmaqdır. Bu günləri o Suriyaya qayıtmaqla bir neçə məqsəd deməli güdür. Onlar tutaq biri elə dediyim kimi siyasi məqsəddir. O əvvəl itirilmiş deməli mövqelərini geri qaytarmaq istəyir. İkinci, burada ideoloji bir məqsəd var. Bildiyiniz kimi İran həmişə Suriyada Şiə azlıqlarının müdafiəçisi kimi özünü göstərib. Bu ona eyni zamanda dini baxımdan da İslam dünyasında müəyyən dividendlər getirib. Üçüncü məqam bu deməli iqtisadi maraqlardır. Hazırda ərəb ölkələri bir-bir Suriya ilə münasibətlərini normallaşdırmağa çalışır. İransa bu masada geridə qalmaq istəmir. Burada isə Tehranın əsas məqsədi yalnız regionun nüfuzunu artırmaq deyil, həm də keçmiş Bəşər Əsəd rejiminin ideologiyasının hakimiyyətdə qalmasını təmin etməkdir. Çünki İran üçün bunun əksi Suriya ilə illərlə qurulan təsir zəncirinin qırılması deməkdir.